Sizcə, bax bu danışıq sülh masasına gətirib çıxardacaqmı Rusiya və Ukrayna arasında? Və bu müharibəni dayandıracaqmı? Bundan sonraki proseslər nə ola bilər sizcə? Halbuki əks xəbərlər gəlməkdədir. Rusiya Ukraynanı ittiham edir, hansı ki dağıtmaqda, vurmaqda və bu gün də Ukraynanın Rusiyanı vurduğu xəbərləri gəlir. Və sizcə, bax bütün bu mənzərə fonunda sülh nə qədər görünür? Ümumiyyətlə, Amerika Birləşmiş Ştatlarının yeni prezidenti konkret öz məqsədini, strategiyasını elan etmir. Yəni, bəlkə də onun özü üçün də tam aydın deyil ki, o nə istəyir? Müharibə, sülh, yoxsa atəşkəs? Bu nəyə nail olmaq istəyir? Yəni, bunun hələ də Putinlə müzakirələrin nəticəsindən asılı olacağını bildirir. Ona görə də mən hesab edirəm ki, bu hələlik yaxın perspektivdə atəşkəsə və yaxud sülhə nail olmaq mümkün olmayacaq. Və Ər-Riyadda iki prezident arasında keçiriləcək görüşdə hansı nəticələrin əldə olunacağı, yalnız ondan sonra biz deyə bilərik ki, Trumpla Putin hansı məsələdə razılığa gəldi, hansı məsələdə gəlmədi və bu münaqişəni sonlandırmaq mümkündür. Trumpın əsas məqsədi Ukraynada ya atəşkəsə, ya sülhə nail olmaqla orada vəziyyəti dayandırmaq, münaqişəni dayandırmaq, diqqəti Çin və İran istiqamətində mübarizə yönətmək. İkinci məqsədi isə Arktikada və Şimal Buzlu Okeanda Şimal Buzlu Okeanın və Arktikanın təbii sərvətlərinə, resurslarına çıxış əldə etmək üçün Rusiyadan güzəştlər qopartmaqdır. Kanadaya və Qrinlandiyaya qarşı ərazi iddialarının arxasında da məhz bu dayanır. Ancaq Rusiyanın Arktikada ABŞ-a güzəştə gedəcəyini mən düşünmürəm. Putin daha çox çalışır ki, siyasi təcrübəsi zəif olan Trump'ı aldatsın və Ukraynada ciddi nəticələr əldə etsin. Mümkün olacaqmı bu? Trump isə öz növbəsində bayaq dediyim ki, mən bunu Facebook'da da yazmışdım ki, çalışır ki, Putin'i aldatsın və Arktikada güzəştlər əldə etsin. Burada diqqəti çəkən bir maraqlı məqam odur ki, Trump'ın bu niyyətini bilirlər və Pekində bilirlər və Çin bu məsələdə artıq ABŞ-ın qarşısını kəsmək üçün münaqişənin dayanmasına maraqlı olmayan tərəfə çevrilə bilər. Bu mənim şəxsi qənaətimdir. Yəni, üçüncü tərəfin Avropanın əli ilə münaqişənin davam etməsinə Çin dəstək verə bilər. ABŞ-ın başını Ukraynada qatmaq üçün. Onda bu daha geniş əhatə dairəsi genişlənər bu müharibənin əslində. Nəinki dayanmaq. Əgər müxtəlif maraqları Çin kimi böyük güclərdən biri də bu məsələdə Ukraynanın yanında olarsa, demək onda həm müddət uzana bilər, həm əhatə dairəsi genişlənə bilər. Onsuz da Çin bilir ki, Amerika Birləşmiş Ştatları yaxın Sakit Okean regionunda yalnız ticarət müharibəsi aparmır. Artıq orada bilirsiniz ki, AUKUS ittifaqı var. Artıq Filippini də ora cəlb etmək istəyirlər. Mən onu da deyim ki, Çin bu saat, necə deyərlər, puskuda dayanıb gözləyir. Əgər Trump Ukraynada güzəştə getsə və işğal olunmuş ərazilər Rusiya tərəfindən ilhaq olunsa, Çin dərhal girib Tayvanı götürəcək. Və bu nəticədə həmin bölgədə yeni hərbi münaqişəyə gətirib çıxara bilər. Ona görə də Çin bu münaqişəyə hazır vəziyyətdədir. Bax, bu səbəbdən də hesab edirəm ki, Çinlə ABŞ arasındakı münasibətlər yalnız hansısa bir rüsumları artırmaqla, hansısa bir ticarət savaşları ilə yekunlaşmayacaq. Arxasında siyasi maraq da var. Bəli. Bilirsiniz, həm də Trump'ın özü ziddiyyətli siyasət yürüdür və bu adamın nə istədiyini bəlkə də özü də bilmir desək daha doğru olar. Çünki Trump'ın birinci prezidentliyi dövründə, Bətürə xanım, tam fərqli bir mənzərə görürük. Birinci prezidentliyi dövründə 2018-ci il iyulun 26-sında ABŞ Dövlət Departamentinin qərarı var. Krım bəyannaməsi.
və həmin bəyannamədə qeyd edilir ki, Ukraynanın işğal altında olan torpaqları, yəni o dövrdə 2014-cü il, 15-ci illərdə işğal olmuş torpaqlardan söhbət gedir. Torpaqları və o cümlədən Krım yarımadası Ukraynaya qaytarılmayana və Ukraynanın ərazi bütövlüyü bərpa olunmayana qədər ABŞ Rusiya ilə heç bir əlaqə qura bilməz. Və bu bəyannamənin altında Trump'ın imzası var. İndi Trump öz imzasına zid gedərək güzəştlərdən danışır. Güzəştlər çox maraqlı burasındadır ki, daha çox hər halda biz belə görürük, şərhçilər, analitiklər də bu ifadəni işlədir ki, Ukrayna, daha çox güzəştlər Ukrayna tərəfdən olmalıdır. Belədirmi? Yəni əslində tələb budurmu? Donald Trump'ın tələbi nədir? Güzəşt edilən tərəf hansı tərəf olmalıdır? Rusiya yoxsa Ukrayna? Əvvəla onu deyim ki, indi orta əsrlər deyil, nə 16-cı əsrdə, nə də 18-ci əsrdə ki, iki hökmdar otursun bir meşədə, bir çayın sahilində və üçüncü ölkənin taleyini həll eləsin. Buradan o yana xətt çəksiniz, buradan o yana sənin ərazin, sənin olsun, buradan o yana mənim olsun, ya başqasının olsun. Elə deyil. Bilirsiniz, Ukrayna Konstitusiyasının 102-ci maddəsinə görə Ukrayna prezidenti ölkənin ərazi bütövlüyünün və suverenliyinin təminatçısıdır, qarantıdır. O, heç bir ərazini başqa dövlətə güzəştə gedə bilməz. Getsə onu dərhal cinayət məsuliyyətinə cəlb edərlər. O, ölkə konstitusiyasını pozmuş olar. Məsələn, burasına Zelenski heç getmədiyini, getmədiyini bəyan eləyib. Zelenski 100 gün uzadı, hərbi vəziyyətin 100 gün uzadılması ilə bağlı yaxınlarda sərəncam imzaladı. Və eyni zamanda səfərbərlik müddətini. Bu hardasa mayın 19-una qədər, bu deməkdir ki, Ukraynada seçkilər keçirilməyəcək və müharibə davam edəcək. Eyni zamanda da bayaq dediyiniz kimi Kursk'da bugün 6 ay 10 gündür Kursk'da müharibə gedir və Kursk'un ərazisinin əvvəl 1200 kvadrat kilometrdir. İndi Rusiya deyir 40%-ni azad eləmişik, 50%-ni. Hər halda Rusiyanın ərazisində geniş müharibə gedir və Ukrayna qoşunları onun ərazisindədir. Quru döyüşləri gedir. Və bu deməkdir ki, yəni oradan qoşunları çıxartmaq əgər tələb olunsa ki, Ukraynadan siz tutaq ki, işğal olmuş əraziləri Rusiyanın nəzarətinə qalmağına razı verin. Onda Ukraynada deyəcək ki, mən Kursk'dan çıxmıram. Yəni bunun forması məlum deyil. Bunlar hansı formada bu ateşkəslə nail olacaqlar? Hansı formada güzəşt bunları tələb eləyirlər? Bilirsiniz, məsələn, Rusiya deyir ki, bura mənim ərazimdir. Kursk mənim ərazimdir. Sərhədlərim pozulub, ərazim işğal olunub. Eyni qaydada elə Ukraynada deyir ki, mənim ərazilərim işğal olunur. Bilirsiniz, burada hansı məqam gəlir ortaya çıxır? Mən bunu niyə dedim? Rusiya və Ukrayna arasında 2003-cü il yanvarın 28-də imzalanmış dövlət sərhədləri haqqında müqavilə var. Həmin müqaviləyə görə və bu sonra parlament, hər ölkənin parlament tərəfindən təsdiqlənib və qanun kimi qüvvəyə minib. Və 2010-cu ildə də dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası haqqında müqavilə var və Putinin imzası ilə və onu da müqaviləni də Putin imzalayıb bunu da və sonra Rusiya təzədən bu sərhədləri tanımaqdan imtina eləyərək sərhədləri pozub və Ukraynanın ərazilərini işğal edib. Əgər elədirsə, Kursk'unu öz ərazin kimi tanıyırsansa, onda Kursk Rusiya Ukraynanın Kursk vilayəti ilə həmsərhəd olan sərhəddini tanıyırsansa, onda digər əraziləri də sən dövlət sərhəddi kimi tanımalısan.